Eee, Agora Bəli, yoxsa Agora Agora? Yunanıstandaydı. Romada isə Romada Forum var. Romada Aha. nətər? Forum isə Hə, Forum. Romadaydı. Onlar da Bazar meydanı idi. Bəs Spartada ordu düzülüşü necə adlanırdı? Spartada F ilə başlayır. Aha, Falangaydı, bəli. Falanga, bəli, Falanga. Aha, düzdür. Rəhman, sən deyə bilərsən, Solon islahatının nəticələri? Son islahatında insan arasında bərabərlik olur. Pula görə, borca görə pul ödənənlər azad olurdu. Aha. Sonra əhalidə bərabərlik, uğur işlərdə, atak ya işlərdə səs vermə hüququna sahib olur. Aha. Bəs məhdud cəhəti nə idi? Məhdud cəhəti yoxsullara zəruri çarpalar təmin eləmir, onlara vermirdi. Siyasi vəzifəyə seçə bilmirdi onlar. Bəli, verilən ilk hüquq vəzifələri əmlakına uyğun idi. Yəni yoxsul təbəqə yenə orada rahatlıqla iştirak edə bilmədi. Aha, Afinədən istifadə nə vaxt yaranmışdı? Afinada dəniz ittifaqı. Yunan-İran müharibələri başa çatandan sonra artıq dənizlərdə döyüş getdiyinə görə və burada sonradan 30 il ərzində dənizdə mübarizə gedib və Afinədən istifadə yaranır həmin onun gedişində. Artıq Afina-Sparta müharibəsində Sparta deməli qalib gəlir və orada artıq Afinədən istifadə ləğv olunacaq 404-də. Aha. Ziyad, sən deyə bilərsən koloniyalar nələr idi? Qruplar. Necə qruplar məsələn? Necədir? Daimi məskənlər idi. Onlar gedirdilər özlərinə başqa yerlərdə daimi məskənlər salırdılar. Spartada məsələn koloniyalar qura bilərdi Spartalılar? Yox, mən olmaz. Aha, deməli onlara hərbi işdən başqa digər işlər qadağan olmuşdu. Drakon qanunları, gümüş pulların kəsilməsi onlar neçənci əsr idi? Drakon qanunu 7-ci əsr. Bəli, 7-ci əsrdən idi. Yunan-İran müharibəsinin səbəbi nə idi bəs? Hücum idi, adı nə idi, amma kim bilirdi? Birinci Dara. Aha, deməli burada dediyimiz kimi Avropada məsələn Yunanistan, Asiyada Əhəmənilər üstün mövqedə idi və orada nə olur? Kiçik Asiyanın qərbində Yunan şəhərləri üsyan qaldıranda Əhəmənlərə qarşı Afinadan kömək getmişdi və ona görə də birinci Daran xoşuna gəlmir. Yunanistana hücum edir və ondan sonra Yunan-İran müharibəsi başlayır. Aha, kimin dövründən başlayaraq məsələn yoxsullara əmək haqqı verilirdi, pul məsələn. Pul Perikl. Aha, pul Perikl'daydı bəli, amma Romada dediyimiz kimi yox idi. Ona görə də onlar işte vəzifə tutmaqda maraqlı deyildilər. Aha, Makedoniya padşahlığı məsələn Makedoniya imperiyasının parçalanmasına vaxtdan idi. İskəndərin ölümündən sonra. Bəli, İskəndər nə vaxt öldü? Vəfat eləyir. 323 idi. 323. Bəli, 323. Biz məsələn Selevkilərlə oxşar götürə bilərik. Atropatena Albaniyanın Makedoniya imperiyasının parçalanması nəticəsindən sonra yaranmışdılar. Aha. Keçərsən deyə bilərsən, Makedoniya İskəndərin sərkərdə kimi iştirak elədiyi döyüş hansı döyüş idi? Sərkərdə kimi is döyüşü. Bəli, sərkərdə kimi. Aha. Atasının orada 2-ci Filip əslində atası hökmdar olaraq öldü sərkərdə. 338-də baş verən döyüş hansı idi? 38-də. Aha. 38-də Feroniya döyüşü idi bəli. Feroniya orada Makedoniya İskəndər bəzən hökmdar verdilər. Yəni məsələn Davanşirdən oxşar götürə bilərik. Davanşir Kadikles formada sərkərdə idi. Makedoniya İskəndər Feroniyada. Aha. Deməli Qavqamela döyüşü nə vaxt nəticəsi nə oldu? Qavqamela eradan əvvəl 331. Bəli, 331-də olur. Orada Həmin imperiyası süqut elədi bundan. bəli, o zəifləməsinə təsiri oldu və ondan sonra 330-da da həmin süqut elədi. Bəli. Rəhman, sən Romada dövləşməni deyə bilərsən? Paşalı dövrü onlar. Bəli. Paşalı dövrü Eramızdan bəri 753-dən, Eramızdan bəri 509-a qədər, 509-dan Eramızdan 27-yə qədər Respublika, imperiyada Eramızdan bəri 27-dən 300, bizim İranın 395-ci ildə. Bəli, 395-nə qədər. Yunanıstanda əhali hansı təbəqələrə bölünürdü? Romada hansı təbəqələrə bölünürdü? Yunanıstanda əhali. Aha. Məsələn aşağı yuxarı təbəqələr